Oğlaq bürcü 1 may 2026 Oğlaq bürcünün günlük proqnozu. Bugün oğlaqlar üçün həyat bir qədər yavaş və sakit axa bilər. Əvvəlcə bu temp sənə uyğun görünməsə də gün irəlilədikcə bunun əslində sənin xeyrinə olduğunu anlayacaqsan. Hər şeyi sürətləndirməyə çalışmaq əvəzinə baş verənləri qəbul edib axına uyğunlaşmaq daha doğru seçim olacaq. Bəzi məsələlər düşündüyündən gec həll oluna bilər, amma bu gecikmələr sənə əlavə düşünmək və daha düzgün qərar vermək imkanı yaradacaq. İnsanlarla münasibətlərdə daha həssas və diqqətli olmaq ön plana çıxır. Sərt sözlərdən və tələsik reaksiyalardan uzaq durmaq münasibətləri qorumağa kömək edəcək. Qarşı tərəfin mövqeyini anlamağa çalışsan, hətta çətin görünən söhbətlər belə daha rahat şəkildə həll oluna bilər. Gün ərzində edilən kiçik diqqət və səmimi davranışlar münasibətlərdə istilik yaradacaq və səni də emosional olaraq rahatladacaq. Bugün eyni zamanda daxili dünyana yönəlmək üçün yaxşı fürsətdir. Bəzi sualların cavabını kənarda yox, öz daxilində tapmaq ehtiyacı hiss edə bilərsən. Sakit bir mühitdə qalmaq, düşünmək və hisslərini anlamağa çalışmaq sənə aydınlıq gətirəcək. Keçmişdə səni narahat edən bəzi mövzulara fərqli baxış bucağından yanaşmaq isə içində yüngüllük yarada bilər. Günün ümumi enerjisi səni özünü çox yormamağa və hər şeyi nəzarətdə saxlamaq istəyi ilə özünü sıxmamağa çağırır. Bəzən sadəcə bir addım geri çəkilib hadisələrin necə inkişaf etdiyini izləmək daha faydalıdır. Günün sonunda isə hiss edəcəksən ki, hər şey yavaş-yavaş öz yerini tapır. Bugünün mesajı: özünə vaxt ver, cavablar tələsmədən gələndə daha aydın olur. Dolça bürcü 1 may 2026 Dolça bürcünün günlük proqnozu. Bugün dolçalar üçün bir qədər dəyişkən, amma eyni zamanda maraqlı enerjilər hiss oluna bilər. Planlaşdırmadığın hadisələr və gözlənilməz vəziyyətlər günün axarını fərqli istiqamətə yönəldə bilər. İlk anda bu səni çaşdıra bilər, amma əslində bu dəyişikliklər sənə yeni imkanlar və fərqli baxış bucaqları qazandıracaq. Hər şeyin əvvəlcədən düşündüyün kimi getməsi vacib deyil, bəzən məhz planlardan kənar olanlar daha yadda qalan olur. Ünsiyyət sahəsində isə səmimiyyət və açıq danışıq ön planda olacaq. Düşüncələrini gizlətmək əvəzinə düzgün zamanda və sakit şəkildə ifadə etmək sənə rahatlıq gətirəcək. Gün ərzində bəzi söhbətlər daha dərin mənə kəsb edə bilər və bu da münasibətlərə yeni bir istiqamət verə bilər. Ətrafındakı insanların sənə qarşı diqqəti və dəstəyi özünü daha güvənli hiss etməyinə kömək edəcək. Bugün həm də yeni fikirlərin və fərqli yanaşmaların ortaya çıxması üçün əlverişlidir. Ağlına gələn ideyalar ilk baxışda qeyri-adi görünə bilər, amma məhz bu fərqlilik gələcəkdə sənin üçün üstünlük yarada bilər. Hər şeyi dərhal həyata keçirmək məcburiyyətində deyilsən, bəzən sadəcə düşünmək, planlaşdırmaq və uyğun zamanı gözləmək kifayətdir. Günün müəyyən anlarında tək qalmaq və diqqətini daxili dünyana yönəltmək sənə aydınlıq verəcək. Günün ümumi axarı tam sabit olmasa da, bu səni narahat etməməlidir. Axına uyğunlaşmaq və dəyişikliklərə qarşı elastik olmaq gününü daha rahat keçirməyə kömək edəcək. Özünü sıxmadan biraz daha sərbəst davranmaq həm ruh halına, həm də ümumi enerjinə müsbət təsir edəcək. Bugünün mesajı: hər şeyin plan üzrə getməməsi bəzən ən doğru yolun başlanğıcıdır. Balıq bürcü 1 may 2026 Balıq bürcünün günlük proqnozu. Bugün balıqlar üçün hisslər və daxili duyğular daha güclü şəkildə ön plana çıxa bilər. Ətrafında baş verən hadisələrə adi günlərdən daha həssas reaksiya verə bilərsən. Bəzi sözlər və ya davranışlar səni düşündürə bilər, hətta kiçik məsələləri belə dərindən analiz etmək istəyi yarana bilər. Bu vəziyyətdə özünü qorumaq və hər şeyi ürəyinə salmamaq vacibdir. Unutma ki, hər hiss keçicidir və zamanla öz yerini tapır. İnsanlarla münasibətlərdə empatiya qabiliyyətin sənə üstünlük verəcək. Qarşı tərəfi anlamaq və onun hisslərinə uyğun yanaşmaq bir çox vəziyyəti yumşalda bilər. Amma bu zaman öz sərhədlərini də unutmaq olmaz. Başqalarının problemlərini öz üzərinə götürmək səni yora bilir. Ona görə də lazım gəldikdə yox deməyi bacarmaq və öz rahatlığını qorumaq günün əsas dərslərindən biri ola bilər. Bugün eyni zamanda yaradıcılıq və xəyal gücü baxımından zəngin ola bilər.
Ağlına gələn fikirlər, hiss etdiklərin və təsəvvürlərin sənə ilham verə bilər. Musiqi dinləmək, yazmaq, rəsm çəkmək və ya sadəcə sakit bir mühitdə xəyallara dalmaq sənə yaxşı təsir edəcək. Öz daxilinə yönəlmək və biraz tək qalmaq ehtiyacı hiss etsən, bunu özünə çox görmə, bu enerjini bərpa etməyə kömək edəcək. Günün ümumi axarı sakit, amma dalğalı hisslərlə müşayiət oluna bilər. Bəzən özünü biraz yorğun və ya qarışıq hiss etsən belə, bu hal uzun sürməyəcək. Özünü çox yükləməmək, kiçik şeylərdən zövq almaq və gündəlik ritmini qorumaq sənə balans verəcək. Günün sonunda isə daha rahat və yüngülləşmiş hiss edə bilərsən. Bugünün mesajı, hisslərini qəbul et, amma özünü onların içində itirmə, tarazlıq sənə güc verəcək. Qoç bürcü 1 may 2026 Qoç bürcünün günlük proqnozu. Bugün qoçlar üçün enerji yüksək olsa da, onu düzgün istiqamətə yönəltmək vacib olacaq. Səhər saatlarından etibarən içində hərəkətə keçmək istəyi arta bilər. Amma hər şeyi eyni anda etməyə çalışmaq səni günün ortasında yorğun sala bilər. Ona görə də biraz planlı davranmaq və addımlarını bölmək daha yaxşı nəticə verəcək. Gün ərzində qarşılaşdığın bəzi vəziyyətlər səni tələsik qərarlar verməyə sövq edə bilər. Bu məqamda bir anlıq dayanıb düşünmək faydalı olacaq. Əgər emosiyalarına qapılmadan hərəkət etsən, daha düzgün seçimlər edə bilərsən. Səbirli olmaq bugün sənin üçün gözlədiyindən daha çox önəm daşıyır. Münasibətlərdə isə açıq və birbaşa ünsiyyət ön planda olacaq. Düşündüklərini gizlətmədən ifadə etmək istəsən də, sözlərini seçərək danışmaq daha yaxşı təsir bağışlayacaq. Qarşı tərəfin də fikirlərinə yer vermək və onu dinləmək münasibətləri balansda saxlamağa kömək edəcək. Kiçik anlaşılmazlıqlar olsa belə böyümədən həll oluna bilər. Bugün həm də fiziki hərəkət və aktivlik üçün uyğundur. Qısa bir gəzinti, idman və ya sadəcə açıq havada vaxt keçirmək enerjini daha sağlam şəkildə istifadə etməyə kömək edəcək. Günün müəyyən anlarında isə biraz dayanıb nəfəs almaq və özünü dinləmək faydalı olacaq. Günün ümumi axarı hərəkətli və dinamikdir. Amma bu tempin səni yormaması üçün öz ritmini qorumaq vacibdir. Axşam saatlarına doğru daha sakit və rahat bir hal ala bilərsən. Bugünün mesajı, tələsmən, enerjini düzgün yönəlt və hər addımını düşünərək at. Boğa bürcü 1 may 2026 Boğa bürcünün günlük proqnozu. Bugün boğalar üçün daha sabit və sakit bir ritm ön planda ola bilər. Ətrafında baş verənlər sənə əvvəlcə biraz ağır və yavaş görünə bilər, amma bu temp əslində sənə düşünmək və hər şeyi daha rahat anlamaq imkanı verəcək. Tələsmədən irəliləmək bugün sənə daha çox rahatlıq gətirəcək. Gün ərzində bəzi mövzularda inadkar yanaşma ortaya çıxa bilər. Öz fikrində haqlı olduğunu hiss etsən də, bəzən yumşaq yanaşmaq vəziyyəti daha asan həll etməyə kömək edəcək. Kiçik güzəştlər böyük gərginliklərin qarşısını ala bilər. Sakit danışıq və anlayışlı münasibət bugün sənə çox şey qazandıracaq. Münasibətlərdə etibar və səmimiyyət daha çox hiss olunacaq. Yaxınlarınla keçirdiyin vaxt sənə rahatlıq verə bilər. Eyni zamanda bəzi köhnə mövzular yenidən gündəmə gələ bilər və bu dəfə onlara daha sakit baxmaq imkanı tapa bilərsən. Hər şeyi tələsik həll etməyə çalışma, zaman sənə düzgün cavabları göstərəcək. Bugün həm də özünü rahat hiss etdiyin mühitlərə ehtiyacın arta bilər. Ev, tanış insanlar və sakit yerlər sənə daha yaxşı təsir edəcək. Kiçik şeylərdən zövq almaq və günü sadə yaşamaq əhvalını yüksəldə bilər. Günün ümumi axarı sakit və tarazlıdır. Özünü çox yormadan addım-addım irəliləmək sənə daha yaxşı hiss etdirəcək. Bugünün mesajı, sakit qal, tələsmə və hər şeyin öz vaxtında yoluna düşməsinə icazə ver. Əkizlər bürcü 1 may 2026 Əkizlər bürcünün günlük proqnozu. Bugün əkizlər üçün hərəkətli və dəyişkən bir hava hiss oluna bilər. Fikirlərin tez-tez dəyişməsi və eyni anda bir neçə mövzuya maraq göstərməyin mümkündür. Bu enerjini düzgün yönəltsən, günün kifayət qədər maraqlı və məhsuldar keçə bilər. Amma diqqəti bir yerə toplamaq çətinləşərsə, bəzi işlər yarımçıq qala bilər.
Ünsiyyət bugün sənin üçün əsas mövzulardan biridir. Danışmaq, yazmaq, fikir bölüşmək və yeni insanlarla tanış olmaq sənə yaxşı təsir edəcək. Amma sözlərin sürəti bəzən düşüncəni qabaqlaya bilər, ona görə də dediklərinə biraz daha diqqət etmək faydalıdır. Kiçik anlaşılmazlıqlar yaranarsa, onları böyütmədən həll etmək daha rahat olacaq. Münasibətlərdə yüngüllük və canlılıq ön plandadır. Söhbətlər daha axıcı və maraqlı keçə bilər. Yaxın çevrəndəki insanlarla vaxt keçirmək əhvalını yüksəldə bilər. Eyni zamanda bir mövzudan digərinə tez keçmək istəyi münasibətlərdə bəzən qarışıqlıq yarada bilər, buna görə biraz daha sabit davranmaq yaxşıdır. Bugün yeni fikirlər və planlar üçün də əlverişlidir. Ağlına gələn ideyaları qeyd etmək gələcəkdə işinə yaraya bilər. Amma hər şeyi eyni anda həyata keçirməyə çalışmaq əvəzinə seçib yavaş-yavaş irəliləmək daha düzgün olacaq. Günün ümumi axarı sürətli və dəyişkəndir. Öz ritmini tapdıqda isə bu dinamika sənə həm maraq, həm də motivasiya verə bilər. Bugünün mesajı: fikirlərini toparla, diqqətini seç və enerjini bir neçə yerə səpələmək əvəzinə yönləndir. Xərçəng bürcü 1 may 2026 Xərçəng bürcünün günlük proqnozu. Bugün xərçənglər üçün hisslər bir qədər daha dərin və həssas ola bilər. Ətrafında baş verən hadisələr sənə düşündüyündən daha güclü təsir edə bilər və bu da bəzən səni biraz yorğun və ya içinə qapanıq hiss etdirə bilər. Belə anlarda özünü çox yükləməmək və hər şeyi ürəyinə yaxın buraxmamaq günün axarını daha yüngül edəcək. Daxili sakitliyini qorumaq bugün ən vacib mövzulardan biridir. Münasibətlərdə isə anlayış və yumşaqlıq ön planda olacaq. Yaxınlarınla ünsiyyətdə daha diqqətli və səbirli olmaq münasibətləri daha rahat axına sala bilər. Kiçik sözlər və davranışlar belə sənin üçün daha böyük mənə kəsb edə bilər, buna görə tələsik nəticə çıxarmamaq faydalıdır. Əgər inciklik və ya narazılıq yaranarsa, açıq və sakit danışıqla bunu böyütmədən həll etmək mümkündür. Ailə və yaxın çevrə ilə bağlı mövzular bugün daha çox diqqətini çəkə bilər. Daxili dünyanda isə bir qədər düşünmək, xatirələrə qayıtmaq və özünü dinləmək ehtiyacı yarana bilər. Keçmişdə qalan bəzi hisslər yenidən gündəmə gələ bilər, amma onlara qarşı sərt yanaşmaq əvəzinə sadəcə qəbul etmək sənə yüngüllük gətirəcək. Özünə biraz vaxt ayırmaq, sakit bir mühitdə qalmaq və düşüncələrini toparlamaq günün enerjisinə uyğun olacaq. Günün ümumi axarı sakit, amma emosional baxımdan bir qədər dalğalı ola bilər. Özünü çox məcbur etmədən hər şeyi olduğu kimi qəbul etmək sənə daha rahat hiss etdirəcək. Kiçik, sadə anlardan zövq almağa çalışmaq isə əhvalını tədricən yüksəldə bilər. Bugünün mesajı: özünü dinlə, hisslərini qəbul et, amma onları idarəni ələ alacaq qədər böyütmə. Şir bürcü 1 may 2026 Şir bürcünün günlük proqnozu. Bugün şirlər üçün diqqət mərkəzində olmaq istəyi bir qədər artmış ola bilər. Özünü ifadə etmək, fikirlərini bölüşmək və etdiklərinlə fərqlənmək istəyi güclü hiss oluna bilər. Amma günün ritmi bəzən düşündüyün qədər sürətli olmaya bilər, buna görə səbirli davranmaq daha rahat nəticə verəcək. Münasibətlərdə səmimiyyət və açıq ünsiyyət ön plandadır. Sözlərini dürüst şəkildə ifadə etmək qarşı tərəflə əlaqəni gücləndirə bilər. Bununla yanaşı, hər şeyi bir anda demək və ya sübut etməyə çalışmaq əvəzinə qarşılıqlı dinləməyə də yer vermək vacibdir. Kiçik anlaşmazlıqlar olsa belə böyütmədən həll etmək mümkündür. Bugün yaradıcılıq və özünü ifadə etmə baxımından da əlverişlidir. Fikirlərini bölüşmək, yeni planlar qurmaq və ya sadəcə özünü ifadə edəcək bir işlə məşğul olmaq sənə yaxşı təsir edəcək. Eyni zamanda hər şeyi dərhal nəticəyə bağlamaq istəyi biraz səni sıxa bilər, buna görə prosesə də dəyər vermək faydalıdır. Günün ümumi axarı sakit və balanslıdır, amma içində biraz həyəcan və hərəkət istəyi ola bilər. Özünü çox yormadan enerjini düzgün bölüşdürmək günün daha rahat keçməsinə kömək edəcək. Bugünün mesajı: özünü göstərmək istəyin güclüdür, amma ən yaxşı nəticə səbir və təmkinlə gəlir. Qız bürcü 1 may 2026 Qız bürcünün günlük proqnozu. Bugün qızlar üçün gündəlik ritm bir qədər qarışıq və dəyişkən hiss oluna bilər.
Hər şeyi qaydasında saxlamaq istəyi artsa da, bəzi xırda detallar planlarını yavaşlada bilər. Belə məqamlarda hər şeyi mükəmməl etməyə çalışmaqdansa, addım-addım irəliləmək daha rahat nəticə verəcək. Ünsiyyətdə aydınlıq və diqqət ön planda olacaq. Dediklərini düzgün ifadə etmək və qarşı tərəfi düzgün anlamaq bugün daha vacibdir. Kiçik anlaşılmazlıqlar yaransa belə onları sakit və sadə şəkildə həll etmək mümkündür. Hər şeyi çox dərindən analiz etmək isə bəzən səni gərəksiz şəkildə yora bilər. Münasibətlərdə səmimiyyət və etibar hissi güclənə bilər. Yaxınlarınla etdiyin söhbətlər sənə rahatlıq verə bilər, amma hər mövzunu içində böyütməməyə çalışmaq lazımdır. Bəzi şeyləri olduğu kimi qəbul etmək münasibətlərdə gərginliyi azalda bilər. Bugün eyni zamanda özünü toparlamaq və düşüncələrini sadələşdirmək üçün yaxşı zamandır. Hər şeyi eyni anda həll etməyə çalışmaqdansa, prioritetləri ayırmaq sənə daha çox rahatlıq gətirəcək. Kiçik fasilələr vermək və özünü çox yükləməmək günün axarını yumşaldacaq. Günün ümumi enerjisi sakit, amma biraz da düşüncəli ola bilər. Öz ritmini qorumaq və özünü təzyiq altında hiss etməmək sənə daha yaxşı təsir edəcək. Bugünün mesajı, hər şeyi düzəltməyə çalışma, bəzən sadə yanaşma ən doğru yoldur. Tərəzi bürcü 1 may 2026 Tərəzi bürcünün günlük proqnozu. Bugün tərəzilər üçün günün axarı bir qədər dəyişkən və dalğalı ola bilər. Ətraf mühitdə baş verən hadisələr və insanların fərqli gözləntiləri səni zaman-zaman qərarsızlıq hissinə sala bilər. Bir neçə istiqamət arasında qalmaq və hansı daha doğrudur sualı ilə düşünmək mümkündür. Belə anlarda tələsmədən qərar vermək və öz daxili rahatlığına qulaq asmaq daha düzgün yol olacaq. Ünsiyyət bugün həlledici rol oynayır. Sakit və anlayışlı danışıq tərzi bir çox vəziyyəti asanlaşdıra bilər. Qarşı tərəfi dinləmək, onun baxış bucağını anlamağa çalışmaq münasibətlərdə gərginliyin qarşısını alacaq. Kiçik anlaşılmazlıqlar yaransa belə onları böyütmədən sadə bir izahla yoluna qoymaq mümkündür. Sözlərin tonu və seçimi bugün düşündüyündən daha çox təsir yarada bilər. Münasibətlərdə yaxınlıq və emosional istilik hissi güclənə bilər. İnsanlarla bir arada olmaq, söhbət etmək və gündəlik sadə anları paylaşmaq sənə yaxşı təsir edəcək. Eyni zamanda hər kəsi razı salmağa çalışmaq istəyi də arta bilər, amma bu səni yorğun sala bilər. Ona görə öz istəklərini və sərhədlərini də unutmaq olmaz. Hər şeydə orta yolu tapmaq bugün sənin üçün ən uyğun yanaşmadır. Günün sonuna doğru biraz sakitlik və tək qalmaq ehtiyacı hiss edə bilərsən. Bu fikirlərini toparlamaq, günün içində yaşananları başa düşmək və daxili gərginliyi azaltmaq üçün yaxşı fürsət olacaq. Sadə fəaliyyətlər, sakit mühit və özünlə qalmaq sənə rahatlıq verəcək. Bugünün mesajı, hər kəsi razı salmaq məcburiyyətində deyilsən, öz daxili rahatlığın da ən az başqalarının fikri qədər vacibdir. Əqrəb bürcü 1 may 2026 Əqrəb bürcünün günlük proqnozu. Bugün əqrəblər üçün daxili dünyada baş verənlər xarici hadisələrdən daha güclü təsir yarada bilər. Ətrafında olan insanların davranışları və gündəlik vəziyyətlər sənə düşündüyündən daha dərin şəkildə toxuna bilər. Bu da səni hər şeyi analiz etməyə, səbəb axtarmağa və gizli məqamları anlamağa yönəldə bilər. Amma bəzən hər şeyin arxasında xüsusi bir məna axtarmaq əvəzinə sadəcə axını qəbul etmək daha rahatlıq verə bilər. Ünsiyyətdə bugün sözlərin təsiri adi günlərdən daha güclü ola bilər. Ona görə də tələsik danışmaq və sərt ifadələrdən istifadə etmək istəmədən də olsa anlaşılmazlıq yarada bilər. Qarşı tərəfi dinləmək və dərhal nəticə çıxarmamaq münasibətləri daha sakit saxlayacaq. Kiçik incikliklər yaranarsa onları uzatmadan sadə bir danışıqla həll etmək mümkündür. Yaxın münasibətlərdə isə hisslərin daha dərin hiss oluna bilər. İnsanlara qarşı daha həssas yanaşan, onların dediklərini və davranışlarını daha çox düşünə bilərsən. Bu yaxınlıq hissi sənə həm istilik, həm də biraz yorğunluq verə bilər. Ona görə də özünü hər kəs üçün tam açmaq əvəzinə balansı qorumaq vacibdir. Bugün həm də tək qalmaq, sakitlik içində düşünmək ehtiyacı güclənə bilər. Daxilində topladığın fikirlər və hisslər sənə bəzi şeyləri daha aydın görməyə kömək edəcək.
Keçmişdən gələn bəzi xatirələr yenidən ortaya çıxa bilər, amma onlara qarşı daha yumşaq yanaşmaq sənə yüngüllük gətirəcək. Özünü çox sıxmadan sadəcə müşahidə etmək belə kifayət edəcək. Günün ümumi axarı sakit, amma emosional baxımdan dərin ola bilər. Hər şeyi nəzarətdə saxlamaq istəyi artsa da, bəzən buraxmaq daha çox rahatlıq verəcək. Kiçik fasilələr, özünlə tək qalmaq və sadə şeylərə fokuslanmaq gününü daha tarazlı edəcək. Bugünün mesajı, hər şeyi idarə etməyə çalışma, bəzən ən böyük güc, axına müqavimət göstərmədən irəliləməkdədir. Oxatan bürcü 1 may 2026 Oxatan bürcünün günlük proqnozu. Bugün oxatanlar üçün enerjili, amma biraz da səpələnmiş bir hava hiss oluna bilər. İçində eyni anda həm yeni şeylər görmək, həm də hərəkətdə olmaq istəyi güclənə bilər. Bu həvəs günü maraqlı edə bilər, amma diqqəti çox yerə bölmək bəzi işləri yarımçıq qoyma riskini də gətirir. Ona görə biraz seçici davranmaq faydalı olacaq. Gün ərzində planlar dəyişə bilər və gözlənilməz təkliflər ortaya çıxa bilər. İlk anda bunlar cazibədar görünsə də, hər addımı düşünərək atmaq daha rahat nəticə verəcək. Tələskən qərarlar əvəzinə biraz gözləyib vəziyyəti tam görmək sənə üstünlük qazandıracaq. İnsanlarla münasibətlərdə isə açıq və səmimi ünsiyyət ön plandadır. Sözünü demək istəyi artacaq, amma bunu sərt deyil, daha rahat bir tonda ifadə etmək münasibətləri daha axıcı edəcək. Yaxın çevrənlə olan söhbətlər sənə həm motivasiya, həm də yeni fikir verə bilər. Bugün həm də yeni yerlər görmək, fərqli şeylər öyrənmək və rutinindən çıxmaq istəyi güclənə bilər. Kiçik dəyişikliklər belə əhvalını xeyli yüksəldə bilər. Amma hər şeyi eyni anda etməyə çalışman, yoxsa günün sonunda yorğunluq hiss edə bilərsən. Günün ümumi axarı hərəkətli və canlıdır. Öz ritmini tapsan, bu enerji sənə yaxşı təsir edəcək və günü daha maraqlı edəcək. Bugünün mesajı, hərəkət gözəldir, amma istiqaməti seçəndə daha çox qazanırsan.